Bismillahirrahmanirrahim. Allahın salamı ilə hər birinizi salamlayıram. 4 səmavi kitab vardır. İnsanlarımızın çoxu sıra baxımından elə bilirlər ki, ilk səmavi kitab, birinci kitab Zaburdur. Həqiqətdə isə ilk kitab Tövratdır. Musa əleyhissalam öz tərəfdarları ilə, yəni o İsrail övladları ilə hələ Misirdə olarkən Fironun da zülmü hər tərəfi bürümüşdü. İlk kitabı, ilk səmavi kitabı Tövratı Allah Taala Musa əleyhissalama nazil etdi. Musa əleyhissalam öz tərəfdarları ilə, İsrail övladları ilə, İsrail oğulları ilə Fironun zülmündən azad olub bugünkü Fələstin torpaqlarına gəldi. Bir neçə illər keçdikdən sonra Davud əleyhissalam dünyaya gəlir. Allah Taala Davud əleyhissalama da Zaburu nazil etdi. Davud əleyhissalam Fələstin torpaqlarında, bugünkü Fələstin torpaqlarında dövlət yaratdı və sonra da o dövləti onun oğlu Süleyman əleyhissalam, Süleyman peyğəmbər o dövləti idarə etdi, o dövlətə başçılıq etdi. Sonra bir neçə illər də keçdikdən sonra İsa əleyhissalam dünyaya gəldi. Allah da İsa əleyhissalama İncili nazil etdi. Yenə bir neçə illər keçdikdən sonra müqəddəs Quran-Kərimi Allah Taala Məhəmməd sallallahu əleyhi və səlləmə nazil etdi. Yadda saxlamalıyıq ki, ilk kitab, ilk səmavi kitab Tövratdır. Musa əleyhissalama Allah Taala nazil edib. İkinci Zaburdur. Davud əleyhissalama Allah Taala nazil edib. Üçüncü İncildir. İsa əleyhissalama, dördüncü də Quran-Kərimdir ki, bizim Xatəm peyğəmbərimizə Allah Taala nazil edib. İstər Quran-Kərim, istər Tövrat və yaxud da ki İncil. Bu üç kitab ki var, bu üç kitab məzmun cəhətdən bunlar arasında oxşarlıq var. Tövrat, İncil, müqəddəs Quran-Kərimdə oxşarlıq var məzmun cəhətdən. Amma Zabur, Davud əleyhissalama ki Allah Taala nazil edib, o İncildən, Tövratdan, Qurandan fərqlidir. Zabur dua tipli bir kitabdır. Əgər bizim müqəddəs Quran-Kərimizdə Allah Taala hər şey haqqında buyurur, şəri məsələlər də geniş şəkildə, Tövratda və İncildə də geniş şəkildə bunlar verilir. Tövrat və İncil də geniş şəkildə olan kitablardır. Zabur isə yox, Zabur fərqlənir. Zabur dua tipli bir kitabdır. Ondan əlavə nəzərinizə çatdırım ki, Allah Taala'nın Musaya nazil etdiyi, Musa əleyhissalama nazil etdiyi Tövrat həmin Tövrat deyil, dəyişdirilib. Davud əleyhissalama nazil etdiyi Zabur həmin Zabur deyil, dəyişdirilib. Və İsa əleyhissalama Allah Taala'nın nazil etdiyi İncil həmin İncil deyil, o da dəyişdirilib. Buna sübut bugünkü günümüzdə 4 fərqli İncilin olması. Bu 4 fərqli İncilin olması bu elə özü sübutdur ki, Allah Taala'nın İsa əleyhissalama nazil etdiyi İncil bu günümüzdə gəlib çatmayıb. Həmin İncil deyil, dəyişdirilib. Yeganə tək Quran-Kərimdir ki, bir kəlmə olsun belə dəyişiklik olmayıb, dəyişdirilməyib. Allah Taala özü müqəddəs Quran-Kərimdə bizlərə buyurur ki, bu kitabı nazil etdiyimiz gündən qiyamət gününə qədər bir kəlmə olsun belə nə artırılacaq, nə əsdiriləcək. Yəni, heç bir dəyişiklik olmayacaq. Necə ki, Peyğəmbərimizə Allah Taala müqəddəs Quran-Kərimi nazil edib, o formada da qiyamət gününə qədər müqəddəs Quran-Kərim mövcud olacaqdır, qalacaqdır. Allah Taalanı həmd eləyək öz izzət-i cəlalına, bizləri o bir olan Allahımıza səmimi qəlblə iman gətirənlərdən qərar versin. Allah hər birinizdən razı olsun. Allah hər birinizə yar və yardımcısı olsun.